Uçu qaldı zobla əlaqədar. Zob da çox geniş yayılır Samid bəy və uşaqlara, məktəb uşaqlarına qədər yayılır. Sən təsəvvür elə bir məktəb uşağını sən əməliyyat elətsən, bu 100 il yaşayacaqsa 100 il bu hər gün tabletka içməlidir. Bizdə o təbii müalicəni qəbul edəndə tabletka içməyə ehtiyac qalmır. Həm də təbii müalicə, yəni qurbağa ilə müalicədə bu adamlar orada təminat verir ki, o düyün başqa bir şeyə çevrilməyəcək. Həm birinci gündən görürsən əlinin əsməsi dayanır, yuxusu normaya düşür, tərləməsi dayanır, ürək döyüntüləri normallaşır. Və təbii ki, həm də elə Zemfirə xanım, oradan çəkir, tez-tez göstərir boğazını ki, mənim görürsən o əridi, mənim o düyünüm getdi, mən rahatam, sərbəstəm, rahat yatıram. Yəni, Doktor Seyfəddin klinikasında dediyim kimi, zob xəstəliklərinin, bütün növ zob xəstəliklərinin müalicəsində də çox gözəl nəticələrimiz var, təbii üsullarla.